və icra. Salam, hörmətli tamaşaçılar. Qanun və icra verişi olaraq biz yenə sizinləyik. İlk öncə bugün sizinlə ekspertlərimizlə bir yerdə baş vuracağımız mövzu hamımızın bugünlə qarşılaşdığımız mövzulardan biridir. Qonşuluq münasibətindəndir. İlk öncə dəyərli ekspertlərimizi sizə təqdim edib, sonra biz sizinlə bərabər mövzumuza qayıdacağıq. Xətai Yusubov, hüquqşünas, Könül Cəfərova, psixoloq, Ülkər Sadıqova, psixoloq, eyni zamanda çox dəyərli bir müəlliməmiz Gültəkin Qaraməmmədova, müəllimə. Xoş gəlmişsiniz. Hörmətli ekspertlərimiz, bildiyiniz kimi bu günləri bizim hamımızın sizinlə bərabər olaraq bizi dinləyən milyonlar insanlarımız var ki, onların qonşuları var və qonşuluq hüququndan, qonşuluq münasibətlərindən biz danışmaq istəyirik. İlk öncə mən Xətai müəllimdən soruşmaq istəyirəm ki, məhkəmə çəkişmələri ilə bağlı icraatınızda qonşuların digər qonşulara vurduğu ziyanla bağlı elə bir mövzu olunmu? İlk öncə bizə baxan tamaşaçılarımıza salamlayıram. Qaldı mövzunuza, bugünkü gündə cəmiyyətimizin hesab edirəm ən aktual mövzularından biridir və məhkəmə sistemində ən aktual mövzularından biri olan qonşuluq mövzusudur. Bununla bağlı düzdür, praktikamda bir hüquqşünas olaraq, bir hüquq müdafiəçi olaraq məndə az olubdur. Qaldı qonşuluqla bağlı çox hallar demək olar. Bununla bağlı həm dövlətimizin qanunvericiliyində mülki məcəllərin 170, 171, 170-ci maddələrində tənzimləmələr və beynəlxalq hüquq normalarında da bununla bağlı müəyyən mülayizələr göstərmişdir və qanun tələbləri vardır. Aydındır. Gültəkin müəllimə, ümumiyyətlə siz necə hesab edirsiniz? Qonşularla bağlı sizin ətrafınızda, çevrənizdə belə bir münasibət olubmu? Ziyan vurma ilə bağlı? Mənim qonşularımla ümumiyyətlə fəxr eləyirəm. Demək istəyirəm ki, mənim qonşularım olduqca yaxşı qonşulardır. Sadəcə ziyan vuran qonşularım da olubdur. Amma həmişə mən istəmişəm ki, onların heç vaxtı xətrinə dəyməyim. Onlara çox hörmətlə yanaşmışam. Ziyan verəndə də sakitcə qapılarını döyüb xahiş eləmişəm ki, bir də bunu eləməsinlər. Bu sizin yanaşma, bəs sizə qarşı olan münasibət necə olub? Mənə qarşı bir neçə qonşularım var ki, bugün də biz ana-bala kimi yol gedirik. Aydındır. Ülkər xanım, mən sizdən soruşmaq istəyirəm. Ümumiyyətlə, bu ziyan vurmalarla bağlı insanlar bəzən belə bir ifadə var, depresyona düşür, həyəcan keçirir, belə deyək də. Psixologiyada bunun həlli və necə çıxış yolları var? Mən də öz növbəmlə izləyicilərinizi salamlayıram. Birinci növbədə onu demək istəyərdim ki, atalarımızdan belə bir məsəl var ki, deyir, birinci növbədə ev alanda yerindən öncə qonşularını seç. Əlbəttə ki, qonşun yaxşı olmadığı insanın günü, güzaranı, abu-havası çox pis olur. Əksinə də yaxşı oldu, əlbəttə hər tərəfli yaxşı da olur. Qonşuların mənfi təsiri də çox böyük təsirləri var. Müsbət olan qonşularımız da çox var, əlbəttə ki, onu da yaddan çıxarmamalıyıq. Mənfi olan qonşu, mənfi təsirləri olan qonşular, məsələn, ola bilər ki, mərtəbəli binalarda yaşayırıq, üst mərtəbədən su axıdmalar olur, ya məsəl üçün zibil atma olur, ya qonşu divardan daima bir söz-söhbət olan, çəkişmələr olan bir qonşu ola bilər. Yəni, bunlar əlbəttə ki, insanın yaşayışına çox mənfi təsir göstərir. Ümumi insanın emosional durumu üçün qonşunun yaşadığı mühitin çox böyük bir xüsusiyyətləri var, təsiri var. Könül xanım, siz necə hesab edirsiniz? Ümumiyyətlə, qonşularla bağlı, məhkəmə çəkişməsi, vurulan ziyanla bağlı labüddür bu məsələlər. Siz məhkəmədən kənar bu məsələnin həllinə üstünlük verirsiniz, yoxsa qonşular arasında məsələnin həll eləməlidir? Belə hallar baş verdiyi halda. Əslində, yer üzünün əşrəfi sayılır insan digər canlılardan bir mənalı şəkildə fərqlənir. Nə ilə fərqlənir? Ağlı ilə fərqlənir, şuuru ilə fərqlənir. Yəni, biz insana smart, ağıllı insan deyə ad veririk bir mənalı şəkildə. Amma bu günləri əgər 2 və yaxud da 3-4 insanın münasibətini götürsək və bu münasibətlər arasındakı biz bir mənalı şəkildə belə deyək, anlaşılmamazlıq yaranırsa, burada mən belə düşünürəm, hüquqşünasımızdan əvvəl üzr istəyirəm, işlərinə müdaxilə etmək istəmirəm. Mənə elə gəlir ki, bunu ən azından həmin ətraf mühit özləri öz aralarında daha rahat şəkildə o ağır situasiyanı və yaxud da anlaşılmazlığı həll eləyib də belə deyək də çözüm yolunu tapa bilərlər. Mən belə düşünürəm. Çünki bir mənalı şəkildə biz hər zaman deyirik ki, insan şuurlu varlıqdır. İnsan hər hansı bir problemi, hər hansı bir qüsuru, hər hansı bir anlaşılmazlığı bir-biri ilə ünsiyyət vasitəsilə şuurlu
şəkildə bir-birinə danışmaq və yaxud da müəyyən ortaq məxrəcə gəlmək vasitəsilə həll eləmək mümkündür. Çünki bunu əvvəlcədən biz psixologiyada qeyd elədik ki, şəxsiyyətin inkişaf və yaş mərhələlərində müəyyən böhranlı dövrlər var ki, həmin böhranlı dövrlərdə Əkbər müəllim, yəni insanın yaşadığı müəyyən fiksasiyalar var. Həmin fiksasiyalarda biz qarşı tərəfin yaşadığı travmaları bilmirik. Elementar mənim evimdən gələn musiqi səsinin çoxluğu da ona təsir eləyə bilər və bunu rahat şəkildə mənə deyə bilər ki, mənim evimdə xəstə var və yaxud da mən itirdiyim bir insan var, sizin musiqi səsiniz mənə pis təsir eləyir. Yəni bunu rahat şəkildə anlaşılacaq şəkildə və yaxud da siz mənim qapıma xoşa gəlməz bir nəyisə qoydunuz, onun qoxusu mənim evimə təsir göstərdi. Yəni bunu rahat şəkildə mənə gəlir, məhkəməyə gedib çıxmayaraqdan, məhkəmə prosesinə qədər getməyərəkdən həll eləmək mümkündür. Çünki yenə deyirəm, biz şuurlu varlığıq, bizi digər canlılardan, bitkidən də, heyvandan da, hətta ibtidai insandan da fərqləndirən cəhətimiz məhz bizim şuurumuzun aktiv fəaliyyət göstərməsidir. Ona görə mən buradan bütün qonşulara səslənirəm, bütün insanlarımıza səslənirəm ki, bir insan mütləq şəraiti başqa bir insanın qonşusudur, başqa bir insanın yaxınıdır. İnsanlar iki cür olur, bir belə deyək də, böyüdənlər, bir də kiçildənlər təbəqəsinə aiddir. Böyüdən insanlar xırda bir şeyi böyüdə bilərlər. Məsəl üçün, adi bir yerə gedir, gəlir elə təqdimat edir ki, mən bir restoranda getdim, onun açılışına getdim. Amma baxırsan ki, adi bir yerə gedib, bir kafeyə gedib, gün keçirdim. Yəni, bir də var kiçildənlər, böyük bir problemi kiçildənlər. Belə bir şey oldu, ötdü, keçdi. Ona görə biz kiçildənlər təbəqəsinə aid olaq ki, insanlarımız ən azından rahat, firavan həyat yaşaya bilir. Gültəkin müəllim, mən sizdən soruşmaq istəyirəm ki, ümumiyyətlə təcrübədə necədir? Elə uşaqlar var ki, görürsünüz ki, dərsi davamiyyəti ilə bağlı qonşuların təsiri ola bilər. Eyni zamanda təsir aldığı müəssisədə yaxşı oxumaqla bağlı qonşuların təsiri ola bilər. Yəni, uşaqların ünsiyyət məsələsində. Ümumiyyətlə təcrübədə siz necə yanaşırsınız belə məsələlərə? Mən dərs dediyim ərəfədə həmişə uşaqların təlim-tərbiyəsi ilə yanaşı, onların qonşuluqda necə rəftar, davranış etmələrinə də həmişə yaxından yanaşmışam. Belə ki, uşaqlara fikir vermişəm ki, görün bu uşaqlar hansı uşaqlarla dostluq eləyir və dərsdən yayınan, özünü yaxşı dərs zamanı apara bilməyən şagirdləri görəndə o yaxşı uşaqlara həmişə təsir eləmişəm və eyni zamanda oxuya bilməyən, dərsdə özünü apara bilməyən şagirdləri də çağırmışam. Hər ikisini başa salmışam ki, həmişə yaxşıların cərgəsində olun, həmişə qonşuluqda mehriban olun, həyətə düşəndə də özünüzü bir yerdə aparanda da müntəzəm hərəkətlər eləyib, öz layiqli olmağınızı, öz evladların, üzr istəyirəm, özünüzü həmişə yaxşı uşaq kimi Aydındır. Ümumiyyətlə, bir əlavə eləmək istəyirəm. Əslində, biz böyüklər hər zaman evladlarımızı, indi Gültəkin xanım çox gözəl vurğuladı, hər zaman yönləndiririk ki, bax, belə olun, bax, belə olun. Amma psixologiyada belə bir yanaşma var ki, Əkbər müəllim, biz deyirik ki, evladlarınıza nümunə olmağa, onları tərbiyə etməyə çalışmayın, onlara nümunə olmağa çalışın. Çünki ən azından mənim evladımı görsə ki, mənim qonşularımla və yaxud da ətraf mühitimlə münasibətlərim necədir? Çünki o məndən örnək götürür, məndən formalaşır. Yəni, mənim münasibətimi, mənim dəyərlərimi, mənim konteksimdən yanaşacaq və o cürdə yanaşma verəcək. Ona görə mənə gəlir, böyüklərimiz buradan ən azından özləri münasibətləri qurmağı bacarmalıdır ki, yetişən gənclik, yetişən uşaqlıq mənalı şəkildə Buyurun, İlkər xanım. Mən də Könül müəllimənin sözünə qüvvət olaraq demək istəyirəm ki, yəni doğrudan da uşaqlar evdən görür, baxır, böyükdən baxır, tərbiyəni götürür. Ona görə də yəni uşaqlarımıza tərbiyə vermək istəyirsinizsə, birinci özümüzə tərbiyə verməliyik. Birinci özümüz ən çətin bir şeydir. İnsanın özünün tərbiyə etməsi, özünün yanlışlarının, səhvlərini, yəni özünün içində baş verən müəyyən qüsurları qəbul etməsi. Əgər insan həmin qüsurları, həmin nöqsanları özündə qəbul edirsə, onları tərbiyələndirirsə, özünü tərbiyələndirirsə, bir mənalı şəkildə qarşında... Xətai müəllimlə məhkəmə çəkişməsində iştirak eləmişik, aponent olmuşdur. Orada belə
olur. Sadəcə olaraq xanımlar çox elədi. O da belə deyək də, hər bir şey bir növ üzr istəyirəm təhsilə və insanların psixoloji durumu nöqteyi nəzərindən götürürlər. Yəni dünya dahilərindən birinin gözəl bir deyimi var. Deyir, dünyanın ən yaxşı universitetində, akademiyasında oxuyub ən yaxşı vəzifədə işləyə bilərsən, amma insan olmağı bacarmadınsa, bunlar hamısı boş bir şeydir. Yəni bugünkü gündə sən sadəcə olaraq yaxşı həkimsənsə, deməli sən yaxşı həkim deyilsən. Sadəcə olaraq bilirsiniz, hüquq termini insanlara onların insan nöqteyi nəzərindən deyil, onların cəmiyyətdə, belə deyək, qarşısındakı insana qoymuş olduğu dəyərmi deyək, onların qarşısındakına etmiş olduğu səhvlər üzərindən ona hüquqi qiymət verir. Bayaq, yəni siz bildirdiniz ki, tam ki, əgər yüksək musiqi səsinin gəlməsi, üzr istəyirəm, zibili qoymaq və müəllim sual verdi ki, bu cür prioritetlərlə bağlı məhkəmə çəkişmələri. Bilirsiniz, bugünkü qanunvericiliyimizdə, yəni o kimi hallar, yəni o qədər də aktual deyil. Çünki bugünkü də bunlar çox bir xırda bir məsələdir və xırda bir məsələni... Ən çox maddi ziyanlarla bağlı məsələ. Sadəcə olaraq burada məhkəmə çəkişmələrində ən çox maddi və mənəvi tərəfləri bundan ibarət mən izahat verə bilərəm ki, qanunvericiliyimizdə və hətta yenə də bildirəm, Avropa İnsan Haqları Məhkəməsinin də bu məsələ ilə bağlı bəlli bir norması var və 17-ci maddəsində də bunu göstərir ki, yəni vətəndaşlara dəymiş kompensasiya ilə bağlı hansı hallar burada göstərilir. Burada belə deyək, tutam ki, biz hər hansı bir bina evində yaşayırıq və bizdən üstdəki qonşu təmir işi ilə məşğuldur və yaxud da onun ehtiyatsızlığından baş vermiş su axını gəlir mənim evimin, üzr istəyirəm də, tavanına və yaxud evimin təmirinə hər hansı bir ziyan vurursa, əşyalarımı yararsız vəziyyətə salsa, bu məsələ ilə bağlı təbii ki, biz aidiyyatı üzrə məhkəmələrə müraciət edərək bir mənalı olaraq da bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.3-cü maddəsində də göstərir. Yəni kompensasiya ilə bağlı məhkəməyə yəni müraciət edə bilər. Ekspertlərin rəyinə əsasən qiymətləndirilir və vurulan ziyanla bağlı məhkəmədə çəkişmə aparma olur. Mən 4 ekspertimiz dördünə də səmimi cavab verməyə, yəni bu sualıma, bu acam verəcəyim suala səmimi olmağı xahiş edirəm. Ümumiyyətlə, ataların belə bir söz var, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Əgər bu qonşu mütəmadi ola, sənə ziyan vurursa, bu atalar sözdən təhsil atan düşmür. Buyurun, müəllimə. Uzaq qohumla yaxın qonşu daha yaxşıdır. Bəli, mən belə fikirləşirəm ki, doğrudan da uzaq qohumdan yaxın qonşu yaxşıdır. Əgər mənim başıma bir nəsə hadisə gəlibsə də, mən heç vaxtı qohumlarımı zəng edib çağırana kimi, amma mənim qonşularım mənim başıma 2 dəqiqənin içində yığılırlar. Elə bu yaxınlarda bir balaca xəstələnmişdim. Qardaşımı çağırana kimi çox təşəkkür edirəm. 2 dəqiqə çəkmədi, inanın, bütün qonşularım yığıldı. Elə bildim ki, dünyanı mənə veriblər. O qədər mənim qəlbimə, o qədər xəstəliyimə yol tapdılar ki, hətta mənim xəstəliyim bir saatın içində qutardı. Aydındır. Ülker xanım, sizcə hesab edirsiniz, uzaq qohumluğun yaxın qonşu prinsipi. Yəni, aktualdır bugün nə vaxt atalar sözü? Mən də hesab edirəm ki, düz atalar sözüdür bu. Yəni, siz necədir, hər tərəfli baxmaq lazımdır da işə. Düz bir nöqteyi nəzərdən baxmaq olmaz. Olur ki, düzdür, üst qonşudur, su axıdır, tez-tez, ancaq özündən asılı olmayaraq səbəblərdən ola bilər. Mənim həyatımdan götürdüyüm bir şeydən deyim ki... Mən hesab edirəm ki, burada oturan ekspertlərimizin bu yaşamış olmuş bu hadisələri. Mən də yaşamışım. Yəni, mən özüm uşaqlıqda tez-tez, 5-ci mərtəbədə yaşamışıq, tez-tez alt qonşumuza su axıdmışıq. Atam, anam işdə olmurdu, mən özüm körpə idim. Yəni, olubdur ki, krantın açıq qoymuşam. Belə çox-çox olub. Ancaq çox sağ olsun, indi də elə çox salamlarımı göndərirəm o qonşularıma ki, bir kəlmə artıq söhbət olmayıb aramızda. Hər dəfə gəliblər ki, balaca uşaqdır evdə, yəni başa düşüblər. Ona görə də, yəni, xanım demiş ki, bizim... Ciddi ziyan vurmamışsınız, hə? Ciddi ziyan olmuyor. Axıdmışıq xunanı, hamamın üzərinə neçə dəfələrlə özdə, yəni bir az da olmayıb da, amma yəni bir artıq bizim aramızda heç bir söz söhbət olmamışdı. Yəni, yenə də deyirəm, doğrudan da bir pis günümüzdə hamısından birinci qaçıb gələn, bizim özümüz də üstlərinə qaçdığımız, onların da bizim köməyimizə çatan yenə də qonşularımız olur. Tamam, ümumiyyətlə siz... Bilirsiniz, uzaq qohum, yaxın qonşu prioriteti biraz müxtəlif rapslardan yanaşmaq olar. Uzaq qohum, bayaq üzr istəyirəm müəlliməmiz bildirdi ki, uzaq qohum, yəni qardaşını göstərdi. Yəni, burada hesab edirəm ki, atalar sözü orada qohumun məsafə anlamında deyil, belə deyək də, yəni, məsələn, atamın əmisinin qızı prinsipləri üzərindən yanaşılır. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır məsələsinə gəlirsə, valla hər bir insanın yaşam tərzinə görə onun
subyektiv fikir və subyektiv düşüncələri olur. Təbii ki, mənim üçün də bugünkü gündə yaxın qonşu uzaq qohumdan çox dəyərlidir. Yəni, çünki mən bugünkü gündə, üzr istəyirəm, həm şəhər, həm belə deyək də, həyat evində mənim çox dəyərli qonşularım var və hər birinə də sonsuz dərəcədə minnətdarlığımı bildirirəm. Mənə elə gəlir, onların yaxşı olmasının da başlıca səbəbkarı mənim onlara qarşı qoymuş olduğum hörmət və dəyərdən irəli gəlibdir. Bir şey də var da, belə bir atalar sözü də var ki, dedi, dişin ağrı çəkdi qutar, başın ağrı yat qutar, eyni zamanda deyir, qonşun pislik köşk qutar. İndi siz təriflədiniz, mən istərdim ki, bir Azərbaycanda yaşadığımız bu məkanda, bu dövlətdə heç vaxt qonşular arasında bu və digər formada hüquqa zidd və qonşuluq hüququnu pozan amillər olmasın. Amma bizim istəyimizdən, bizim iradəmizdən asılı olmayan, əfsus olsun ki, bəzən pis qonşularla rast gəlirik. Məsələn, elə qonşular var ki, gecənin bir vaxtında görürsünüz ki, bir yerdə yasdır, bir yerdə musiqi. Bu biraz bağlı təşkil edilmir. Məsələn, şükür Allaha görürsünüz ki, bu günlərin müəyyən müdaxilələr var. Qonşular var ki, müdaxilə edir ki, belə şeylər olmasın. Bəs pis qonşuların ümumiyyətlə necə münasibət qurmaq olar? Hansı səs-küy ilə bağlı? Görürsən, 8-ci mərtəbədə yaşayırsan, sən axşam evə gəlsən, müəllimdir, həkimdir, istirahat eləməsi, qələm əhlidir, duyğulu insandır. Nəysə, bu və digər formada görürsən, pianodan istifadə edənlər olur, nağradan istifadə edənlər olur. Bizim qonşumuzda biri var, qabaldan istifadə edir, bütün 10 dənə uşaq hazırlaşdırır, məhləni götürüb ağzına. Buyurun. Şükürlər olsun ki, üzr istəyirəm, mən belə bir qonşulara rast gəlməmişəm. Çünki mənim yaşadığım binada qonşularımın hamısı ziyalılardır. Şükür Allaha. Biz insanlara fərq edirik, insanlara fərq edirik. Ona görə də heç vaxt mən qonşularımı haqqında başqa bir fikir söyləyə bilmərəm. Onlarla fəxr eləyirəm. Şükürlər olsun ki, o tür qonşularım. Biz çox maraqlıdır. Müəlliməmiz bildirdik, yəni ziyalıdır. Yəni, bugünkü gündə ziyalı cəmiyyət dedikdə, burada maraqlı bir nüans var ki, ziyalı insanlar bugün bir növ ali təhsil nöqteyi nəzərindən, bugün konservatoriyanı bitirənlərimiz var, universitetimizin müxtəlif fakültələrini. Bu konservatoriya bitirənlər bir növ musiqiçilərdir da. Yəni, bunlar da öz evlərində təbii ki, müəyyən saat dövründə, yəni müəyyən musiqi alətlərində ifa edirlər və bununla da təbii ki, öz qonşusuna səs-küy gedə bilər, bu narazıçılıqlara səbəb ola bilər. Amma qanunverici buna tənzimləyir. Vaxt müddəti ilə tənzimləyir o yox, məsələləri. Mən münasibətlər var ki, məsələn, insan var ki, peşə fəaliyyəti musiqi iləndir, o evdə öz üzərindən çalışır, qanunverici saat 9-a qədər, yəni bunlar tənzimləyir. Yox, ümumiyyətlə, mən qonşular haqqında heç vaxt pis deyə bilmərəm. Niyə görə? İnsanlar qulaq asır. Yəni, biz öz qonşularımız yox, digər insanların qonşularına münasibət. Ümumi şəkildə, çünki mən bugün qonşum dediyim insanın evində gəlinəm. Yəni, öz qonşumla ailə həyatı qurmuşam. Biz almışdayıq. Təşəkkür edirəm. Amma ümumi şəkildə təbii ki, hər yerdə pislər olmalıdır ki, yaxşıların dəyəri olsun və yaxud da ki, hər yerdə ziddiyyət hər zaman həyatımızda var ki, yəni hər zaman tərifləyə bilmərik, şablon sözlərdən istifadə edib deyə bilmərik ki, hər zaman biz ancaq yaxşılarla qarşılaşırıq, ancaq yaxşılarla qarşımıza çıxır. Pislər də var həyatımızda. Təbii ki, problem varsa, problemin həlli yolu mütləq şəkildə var. Artıq o problemin həlli yolu yoxdursa, o problem üçün narahat olmağa dəyməz. Problemin həlli yolu varsa, onun üçün də narahat olmağa dəyməz. Deməli, hər iki məqamda narahatlığa səbəb yoxdur. Yəni, bunu biz şuurlu şəkildə həll edə bilərik. Bəli, bu günləri çox düzgün qeyd edirsiniz, belə deyək də, qarşı tərəfi düşünməyən insanlar da var. Evində xəstəsi olan, müəyyən qədər körpə uşağı olan, bu və ya digər şəkildə olan insanlar da var ki, digər insanlar onların durumunu düşünmədən hərəkət edirlər, nə bilim, musiqi mi deyək və yaxud da evində yığıncaqlar mı deyək və yaxud da səs-küy mi deyək. Bu yaxında biz həyat evində yaşayırıq. Bu yaxında mənim qohumlarımdan birinin evinə getdik, biz 2 gün orada qalmalı olduq. Mən dedim ki, yəni mən burada yaşaya bilmərəm. İndi zonanın adını çəkmək istəmirəm. Deyir, niyə? Çünki onlar 8-ci mərtəbədə yaşayır, müəllimə. Onların üstündə də adam yaşayır mərtəbəsində, alt mərtəbəsində də adam yaşayır. O qədər təsir var ki, ora, həddən artıq. Bəli, bəli. Yəni, bəzən olur ki, insan yaşaya bilmir o tərzdən. Bir şey qeyd etmək istəyirəm ki, hörmət tamaşaçılar, biz qanun və icra verişi olaraq bizə daxil olan ərizə və şikayətlərin araşdırması ilə bağlı biz öz komandamızdan əyalətlərdə, bölgələrdə ezəmətdə oluruq. Bu yaxınlarda vətəndaşımızın şikayətinin araşdırması ilə əlaqədar olaraq mən şəxsən özüm və komandamla bərabər Şəmkir rayona ezam olunmuşduq. Orada vərəsəliyin açılması ilə bağlı və vərəsəlik hüququnun tanınması ilə bağlı biz
Dövlət Notariat kontoruna müraciət etdik. Həmən Şəmkir rayonu xüsusi notariusu Qurbanov Siyavuşun qəbulunda olduq. Siyavuş müəllim həmən vərəsələr üçün açılmasında və bizim dinlənilməmizə və bizim sənədlərimizin araşdırılmasına çox yaxından kömək elədi. Öz səlahiyyətləri çərçivəsində aidiyyət təşkilatlara müraciət edərək, sorğular verərək vərəsələr kütləsinin müəyyən edilməsi ilə bağlı və paylarının bərabər əsaslarla bölünməsi ilə bağlı bir xüsusi notarius olaraq öz xidmətini bizdən əsirgəmədi. Mən buradan qanun və icra vericisinin aparıcısı olaraq eyni zamanda ekspertlərimizin adından belə insanlarımıza, belə vətəndaşlarımıza, belə məmurlarımıza, Siyavuş Qurbanov kimi şəxsin timsalında bütün belə deyək, ərizə və şikayətlərin araşdırılmasına kömək eləyən bütün məmurlarımızı salamlayıram və onlara can sağlığı arzu edirik. Şəxsən öz adımdan Siyavuş müəllimə də minnətdarımı bildirim. Çox sağ olun. Buyurun Xətai müəllim, qonşularla bağlı sizin məhkəmə çəkişmələrinizdə vurulan maddi ziyanın meyarı ilə bağlı. Valla yenə də bildirirəm, mən bu tip məsələlərə demək olar ki, siz deyirsiniz ki, məhkəmədən kənarda həll eləmək daha yaxşıdır, yoxsa elə məhkəmə ilə həll eləmək? Mən əslində hesab eləyirəm, bilirsiniz, bugün cəmiyyətimizdə mən təəssüf eləyirəm, elə insanlarımız var ki, onlar elə nəinki məhkəmə prioriteti, yaxşı olar ki, elə prokurorluq çərçivəsində bu məsələlər həll olunardı. Çünki bilirsiniz, biraz gəlin bu məsələyə hər bir insan o əziyyəti, o belə deyək də, o məruz qalan o situasiyanı yaşayan insanın adından danışmaq lazımdır. Bəli, o obrazı yaşamalıyıq. Bilirsiniz, biz bugün hər şeyə hüquq nöqteyi nəzərindən və yaxud da insanlıq nöqteyi nəzərindən deyil, o insanın subyektiv yanaşması, o insanın çəkəcəyi və çəkmiş olacağı məqamlardan danışaq. Yəni, biz maddi-mənəvi ziyan deyirik. Bu maddi-mənəvi ziyan nəinki qonşunun qonşusuna vurduğu ziyan, bir növdə belə deyək, avtoqəzalarda insanlarımız gedib bir-birinə vururlar, onlara maddi-mənəvi ziyan vururlar. Yəni, bu məsələ həmin situasiyada olan insanın aqibəti çox ağırdır və gedir həmin insana bildirir ki, yəni üzr istəyirəm də, yəni gəl bu məsələni mədəni yolla həll eləyək. Siz məsələn mənə bu məsələ, lap tam ki evimi pis vəziyyətə qoymuşsunuz da su axımı ilə, əşyalarımı yararsız vəziyyətə salmışsınız. Gəlin heç olmasa bunun bir 50-60%-də mənə köməkdarlıq eləyin. Qonşu sanki o epizodda elə danışır ki, üzr istəyirəm, insan özünün həmin işi aparıb məhkəməyə verib illərlə məhkəmə çəkişməsində saxlamaqdan bəzən üzr istəyirəm də. Amma bir şey də qeyd edək, ölmək istəyərli ekspertlərimiz, müəyyən məsələlər danışıq yolundan həll olunmur. Məhkəməyə başvururuq, Xətai müəllimlə bilir ki, uzun uzadı, yəni 3 mərhələli məhkəmə sistemi bizim cəmiyyətimizdə mövcuddur, dövlət qanun vericiliyinə uyğun olaraq. Bu mərhələni biz keçdikdən sonra, axı biz yenə bundan qonşuyuq. Bu qonşuluq münasibətlərini biz qoyub saxlamalıyıq. Müəyyən qonşuluq münasibətlərinin elə dövlətin bizə verir səlahiyyətə və qanun çərçivəsində həll eləməliyik. Yəni, müəyyən məsələlər var ki, olmaz. Məsələn, qonşu Rusiya dövlətində təmir tikinti işlərindən bağlı hər bir, belə deyək, MTK-larda müəyyən vaxt meyarı müəyyən edilmişdir. Amma bir gəlin görən biz bunu Azərbaycan tətbiq edə bilərikmi? Səhər saat 9, elə insan var, saat 9-dan gecə saat 1-ə qədər təmir iş yaparır. Bu da qonşuların belə haqlı narazılığına səbəb olur, hüquqların pozulmasına gətirib çıxardır. Belə insanlar depressiya düşür, əsəbləşir. Yəni, psixoloqlarımızın burada sözü nədən ibarətdir? Sizin sözünüzə qüvvət demək istəyirəm. Yəni, bizə indi hal-hazırda izləyən insanlar baxıb deyə bilərlər ki, hal-hazırda məhkəmə çəkişməsinə hazırlaşanlar, yəni deyə bilərlər ki, yəni biz burada düzgün danışmırıq, yəni doğrudan da indi elə bir qonşulardan əzab çəkən bir insanlar ola bilər ki, yəni deyək ki, biz belə çıxmasın, boş-boş danışırıq buradakı insan belə yaxşı olmalı, elə insanlar da var. Biz həmişə yaxşı mənasında, yaxşı görüm istiqamətlə yanaşırıq. Düzdür, elə insanlar var ki, yəni onlarla ünsiyyətlə nəsə alınmır. Yəni biz indi psixoloq olduğumuza görə, yəni psixoloji tərəfini düşündüyümüzə görə ilk addımını deyirik ki, yəni... Şabran rayonundan bir telefon zəngimiz var, Fizzə xanım, onu dinləyək, sizə sualları var. Ondan sonra mövzuda qaydacağıq. Buyurun. Alo, salam. Alo. Alo, salam. Salam aleyküm, buyurun. Alo. Buyurun. Mən Şabran rayonundan zəng edirəm. Şabran rayonundan zəng edirəm. Buyurun, buyurun, sizə eşidirik. Məmmədova Fizzədir. Buyurun Fizzə xanım, biz sizə eşidirik. Qonşum məni məhkəməyə verib. Bəli, məhkəməyə verib, qomuş üstündəki şərləyir bizi ki... Aydındır, aydındır. Ziyanla bağlı qonşu
nə ilə bağlıdır? Ümumiyyətlə qeyd edilir ki, baş redaktörümüz əlaqə sağlayıb bizə mövzunu deyəcək. Deyir ki, qonşumu vurduğum ziyanla bağlı 1800 manat pul tələbi var. Əfsər olsun ki, telefon bağlılığınız yaxşı alınmadı. Ümumiyyətlə, qonşuların vurduğu ziyanla bağlı vətəndaşın qoyduğu rəqəmlə yox, vurulan ziyanın meyarı. Bilirsiniz, üzr istəyirəm, olur. Bəzən təbii ki, hər bir insan ona dəymiş maddi və mənəvi ziyanı hər hansı bir hüquqşünasa yaxınlaşır və yaxud da hüquqşünasa yaxınlaşarkən özü bildirir ki, mənə dəymiş ziyan, özü qiymətləndirir və öz fərziyyəsi üzərində. Təbii ki, bu məsələ ilə bağlı iş göndərilir məhkəmədə olduğu zaman məhkəmə onunla bağlı tərəfin vermiş olduğu vəsatət üzərindən ekspertiza təyin edir və ekspertin həmin məsələ ilə bağlı öz rəyi olur və məhkəmə də bir mənalı olaraq həmin rəyə istinad edərək qətnaməsini qəbul edir. Vətəndaş iddia ərzəsində ona vurulan maddi və mənəvi ziyanı meyarını rəqəmlə göstərir, amma buna baxma məhkəmə çəkişməsində tərəflərin vəsatət əsasında biz qeyd edirik ki, yəni bütün vətəndaşlarımız da bilsin, baxmayaraq ki, məhkəmə çəkişməsində vətəndaşlar qoyduğu pul məbləği. Bilirsiniz, mən çox maraqlı bir məqamdır. Avropa İnsan Haqları Məhkəməsinin mənəvi zərərlə bağlı bir sayılı protokolunun 8-ci bəndində çox maraqlı bir nüans var. Deyir, əgər tərəf öz qonşusuna zərər verirsə, bunu bilərəkdən eləyəcəyi anda o mənəvi zərər hesab olunur. Bilərəkdən, yəni qəsdən eləyirsə. Yəni, əgər bu kimi hallar sübuta yetirilirsə, ehtiyatsızlıq maddi zərər nöqteyi nəzərindən götürülür. Mənəvi, axı biz ona qəsdən eləmişik və bilərəkdən ona həm maddini vurduğumuzdan əlavə olaraq sataşmaq məqsədi, ona həm maddi vurduğumuz zərərdən əlavə, mənəvi də ona psixoloji təsir eləmişik. Yəni, bu cür mülahizələr var. Təbii ki, əfsuslar olsun ki, vətəndaşlarımız məhkəmə qarşısında iddia qaldırarkən... Qədəbdən telefon zəngimiz var. Vətəndaşların mövzuları ərizə və şikayətlərin araşdırması ilə bağlı, yəni ekspertin sualları var. Ramiz müəllimdir, buyurun. Buyurun, Lala xanım, calaşdırın. Alo, Əkbər müəllim. Buyurun. Salam, sizləri xoş gördük. Buyurun. Əkbər müəllim, mən Ramiz müəllim, Gədəbəy rayonundan sizin narahat edirəm. Sağ olun, çox yaxşı bir mövzuya toxunursunuz. Cəmaata xidmət, qanunla bizə kömək, vətəndaşlara. Bir şey mən demək istəyirəm, sağ olsun, sizin qonaqlar da xoş gəliblər. Xətər müəllim dedi ki, yaxın qonşu, uzaq qohum söhbəti xanıma irad tutdu ki, uzaq qohum deyəndə, yəni kimlər əmişa yox, hər ikisində məsafə nəzərdə tutulur. Və qonşu əlbəttə hamı üçün yaxşıdır. Yəni Gədəbəydən Ramiz müəllim sizə rad tutur ki, yaxın qohum qonşu münasibətləri, yəni ağsaqqal adam da, yəni onu yadın qəbul edirik. Ümumiyyətlə, bu Xətər müəllim çox qəşəng bir ifadə işlətdi ki, ehtiyatsızlıq və qəsd anlayışı var. Yəni hüquqi nəzəriyyəsində bu yanaşma tamamilə fərqlidir. Maddi ziyan və mənəvi ziyan. Ümumiyyətlə, bu maddi və mənəvi ziyanın təsir altına düşmüş insanların psixoloji durumu necə olur? Psixologiya nə deyir belə yerdə? Buyurun. Ümumiyyətlə, belə deyək də, hər bir stres, posttraumatik stres, gərginlik insanda müəyyən beyin neyronlarında aktivləşmə yaradır və insanda təbii ki, ruh halında dəyişiklik yaradır və hətta biz psixologiyada... Ona ziyan vurur qonşuları görəndə ona qıcıqlanma deyək ki, əsəb mi deyilmi, yaddaşın bərpası mı deyilmi? Yox, yaddaşın bərpası deyil. İnsan ona negativ təsir göstərən hər bir şeyi xatırladıqca, gördükcə, hər an gözü önündə olduqca bir mənalı şəkildə, belə deyək də, gərginlik yaşayır. Həmin anı bir də yaşayırmış kimi, yəni unuda bilmir. Yəni o gərginliyi unuda bilmir. Ona görə həmin andan uzaqlaşmaq üçün insan məsələni pozitiv tərəfinə baxmalıdır, nəinki negativ tərəfinə. Xətər müəllim, siz sözünüz yanlış qaldı, o maddi və mənəvi ziyanla, qəsdlə bağlı. Xaçım bir açıqlamasını verərdiniz, Avropa Şurasının yanaşması ilə bağlı. Yəni Avropaların düşüncə tərzi ilə bu günləri verəcək. Bizim düşüncənin ziddiyyətlər, amillər hardandır? Ziddiyyətlər var, çünki mən nəyə görə bayaqları o məqama gətirmək istədim? İmen, belə deyək, Bolqaristana qarşı 2007-ci ildə
Quzevin adlı bir vətəndaşın Bolqarıstan dövlətinə qarşı maddi mənəvi ziyanla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib və həmin müraciətində Avropa İnsan Haqları Məhkəməsinin yanaşması orada göstərir ki, yəni bütün məhkəmə sistemi həmin dövlətdə, yəni bir mənalı olaraq onun qonşusuna vurmuş olduğu ziyanda mənəvi hissəni də götürüblər və hər hansı bir məbləği təmin edibdir. Yəni qəsdən söhbət gedir. Bəli, qəsdən. Əslində ona dəymiş mənəvi ziyan o maddi ziyandan qat-qat çoxdur. Üzr istəyirəm, iş burası Avropa İnsan Haqları Məhkəməsinin də yəni mülahizəsi var. Biz bilirsiniz, qanunlar üzərindən hərəkət eləmək məcburiyyətindəyik. Biz düşüncələrimizlə deyil. Orada Avropa İnsan Haqları Məhkəməsinin aşağı palatası bir mənalı olaraq qəbul edib ki, mənəvi o zaman götürülə bilər ki, onu qarşınızdakı sizə qəsdən eləyir. Qəsdən olan halda. Belə deyək, siz avtomobilinizi saxlamışsınız çöldə, mən qəsdən götürürəm, üzr istəyirəm, hər hansı bir alətlə onu cızıram və mən bunu bilərəkdən eləyirəm. Biri var ki, üzr istəyirəm, biz bir binada yaşayırıq, təsadüf nəticəsində uşaq götürür əlindən topu atır avtomobilə, yaxud daş pəncərədən hər hansı bir əşya atılır, düşür, gedir, maşının hər hansı bir hissəsinə ziyan dəyir. Bu axır qəsd deyil, bu ani bir məqamda ehtiyatsızlıq zəminində yaranmış bir hadisədir. Yəni ona görə bunlara yanaşmalar yəni müxtəlifdir. Mən o nöqteyi nəzərdən bildirdim. Bayaqları çox üzr istəyirəm, o müəllim bildirdi, yəni mənim düşüncə. Yəni bilirsiniz, mən yaxın qonşu, uzaq qohum məsələsini məhfum anlamında izah elədim. Yəni düz deyək, cəmiyyətimizdə insanların onu başa düşməsi üçün, yəni o anlayış, yəni həm psixoloji, həm də bioloji faktorları bilməsi əsas amildir. Mövzuya toxunmaq istəyərdim. Psixologiyada belə bir şey var. İnsan emosional durumunun müsbət olması üçün 3 qıcıq lazım olur insana. Bir, deməli, 35% müsbət qıcıqlardır, yəni onu tərifləmək, onunla yaxşı davranmaq. 5% mənfi qıcıqlardır, yəni bu da bizim beynimizə lazım olan qıcıqlardır. Bir də 60% məsələn orta qıcıqlar, yəni normal gündəlik yaşamımız. Bir şeyə toxunmaq istəyirəm. Yəni əgər insan qarşı bir qonşu tərəfindən nəsə bir mənfi reaksiya alıbsa, onun tərəfindən mənfi bir qarşılaşıbsa mənfi bir reaksiya ilə, yəni indi təsəvvür edin ki, 5% mənfidirsə, siz onun qarşılığında o insanın müsbət dəyərini almaq üçün gərək bir 7 qat artıq yaxşılıq göstərəsiniz. Yəni, pislik eləyən insan yaxşılıq göstərməli, bir 7 qat artıq yaxşılıq göstərməlidir ona ki, o fikri dəyişilsin. Yəni, qarşı insana tərəf fikri dəyişilsin. Bu günləri Azərbaycanda, məsələn, Noruz bayramı, torpağın oyanan vaxtı, təsərrüfatın bu dəqiqə insanların bu dəqiqə işlək vaxtıdır. Yəni, torpağa bağlı olan insanlar bu günlər təsərrüfatla məşğuldur. Bəzi hallarda görürsünüz ki, suvarma sistemində qonşularına bir-birinə ziyan vururlar. Biri taxıl əkir, biri yonca əkir, biçində və yaxud girişində, çıxışında, bu və ya digər formada sahələrdə də qonşular var. Ümumiyyətlə, bunlar arasında bir-birinə vurulan ziyanlar var. Məsələn, elə insanlar var ki, çox illi bitkilərdən istifadə edir. Bəzi insanlar var ki, mütəmadi olaraq, belə ki, mövsümü bitkilərdən istifadə edərək təsərrüfata meyilli insanlar var. Yəni, bunu da nəzərə alaq ki, qonşulara vurulan ziyanlar barəsində. Ümumiyyətlə, Gültəkin müəllim, mən sizdən soruşmaq istəyirəm. Necə hesab edirsiniz ki, qonşularla bağlı bütün məsələlər danışıq yolundan həll olunmalıdır, yoxsa məhkəmə ilə həll olunmalıdır? Vurulan ziyanlarla bağlı. Bir ifadə deyim, deyir, qonşum paxıl olmasa, kör qız ərə gedər. Mən həmişə düşünmüşəm, bu ifadə ilə də razılaşmamışam. Həmişə qonşumu iki inəkli paxıl olsa, kör qız ərə. Amma ifadə ilə razılaşmamışam, ona görə ki, əksinə, mən istəyirəm qonşum iki inəkli olsun ki, bir inək də mənim olsun. Amma heç vaxt istəməmişəm ki, qanun yolundan qonşular məhkəməyə də nəyisə həll eləsinlər. İstəyirəm ki, həmişə sülh yolundan, danışıq yolundan olur. Yəni, bunlar fakt olan bir şeylərdir ki, yəni qonşular həm ziyan vermək, həm bir-birinin siz deyən kimi torpağına girmək, məsələn, 1 metrə də olsa, yarım metrə də olsa, o birisi torpağa keçmək, ya nədənsə istifadə eləmək. Yəni, rayon yerlərində də çox gəlinən, yəqin ki, hüquqşünasımız bilir, çox rast gəlinən bir şeylərdir. Bu qonşular arasında torpaq üstündə çəkişmələr çox olur. Belə bir şeydir. Vətəndaşlarımız bir mənalı şəkildə bəzi məsələləri məhkəməyə dək və məhkəmədən sonra danışıq yolunu həll etməyə meyilli deyirlər. Mən belə başa düşürəm. Ümumiyyətlə, insanlar daha çox dövlətə və dövlətin qanunlarına və qanun icrası ilə daha çox həll olmasına meyillidirlər. Buyurun. Daha çox bu son dövrlərdə insanların hüquqlarının daha çox anladıqları, fərqinə vardıqları dövrdə baş verdi bu. Çünki Gültəkin müəllimə yəqin təsdiqləyər ki, o vaxt məsələn bizim analarımızın, nənələrimizin dövründə insanlar ağbirçə, ağsaqqal sözü var idi ki, hər hansı bir problemdə onlar yığırdılar böyükləri,
böyüklərlə məsləhətləşirdilər. Onların sözünün hökmü də var idi. O dövrdə ən azından qoyulan qadağalar var idi ki, bunlar olmaz və yaxud da deyilən konkret olaraq sözlər var idi ki, onlar o sözün hörmətinə, belə deyək, təsiri altında həyatlarına davam edirdilər və həyatlarını qururdular. Amma bu günləri gəlin qəbul eləyək ki, biz hər birimiz müəyyən qədər olsa bu kütləvi informasiya vasitələrinin bu qədər çoxluğu, sosial şəbəkələrin bu qədər aktiv olması bizim hüquqlarımızı bizə həddən artıq çox çatdırdı. Bugün hansısa bir bölgədə yaşayan insanımız da artıq müəyyən qədər öz hüquqlarını bilir və öz gerçəklərini bu mənim hüququmdur, bu mənim doğrumdur, həqiqətimdir deyə bilir. Ona görə bəli, bu günləri insanlar fikirləşir ki, mən daha yaxşı olaraq gedib məhkəmə yolu ilə hər hansı bir qanun çərçivəsində bunu həll edeyim. Ona görə bu günləri daha çox bu məhkəmə istiqamətinə yönəliş alındı. Amma yenə deyirəm, insanların, bilirsiniz, epikür nəzəriyyəsi deyilən bir nəzəriyyə var psixologiyada. İnsanla doğularkən insandan soruşmurlar, sən dünyaya gəlmək istəyirsənmi? Nə də dünyasını dəyişəndə soruşmurlar ki, sən artıq arzuların tükəndi mi, bitdi mi bu, belə deyək, fani həyat istəyilən? Amma bu iki mövcudiyyət arasındakı biz böyük hərflərlə yaşamaq deyirik. Bu yaşamağı Rəbbim biz insanlara nəsib qismət edir. Bu insan yaşamağı elə bir tərzdə qurmalıdır ki, o insanın son etapı gəlir. O etapda geriyə baxıb peşman olmasın ki, mən nə qədər qəlb qırdım, mən nə qədər incitdim, heç bir şey bu dünyada aldığımız nəfəsi belə geri qaytarırsa, bu həyatda mənimdir deyə biləcəyimiz heç bir şey yoxdur. Ona görə bir mənalı şəkildə həyatı biraz yumşaltmaq lazım, yaşamı biraz yumşaltmaq lazımdır. Nəinki daha çox, daha bu torpaq mənim olsun. Çox təşəkkür edirəm dəyərli və fikirlərinizə görə. Çox sağ olun müəllimə. Ümumiyyətlə, biz qanun və icra verişi olaraq vətəndaşların pozulmuş hüquqları ilə bağlı, eyni zamanda qanun qüvvəsi almış məhkəmə qətnaməsinin icrası ilə bağlı bizə ərizə və şikayətlər daxil olur. Biz onların araşdırmasına da məşğul, vətəndaşlarımızın həmişə yanında olmuşuq. Ümumiyyətlə, atalar sözü var. Bu günlər nəyə görə? Qonşu elə bir qonşu hüququdur ki, insanlar mütəmadi onlara uzaq qohumlarına, yaxın qohumlarına sirrini aça bilmədiyi təqdirdə yaxın qonşularına ürəyini açır. Deyir, hər şeyin təzəsi, dostun köhnəsi. Ümumiyyətlə, Sovetlər dönəmində olan qonşularla, indiki qonşuların arasında fərq varmı? Tam səmimi. Buyurun, Xətər mən Sovet dönəmini bilmərəm. Yox, mən digər mən Sovet dönəmindən sonraki nəsil hesab olunuram. Yəni, sadəcə o bir deyim var, deyir, hər şey incəliyindən qırılır, insan kobudluğundan. Yəni, yaxşı olardı ki, bayaqki situasiyaya toxunmaq istəyirəm. Yəni, məhkəmə hər şeyin o qədər də bu tip məsələlərdə, yəni qonşu məsələlərində o qədər də çıxış yolu demək deyil. Məhkəməyə getmiş bir məsələdə qonşular arasındakı münasibətin gələcəkdə daha da pis qabarması, gələcəkdə daha da münasibətlər pisləşə bilər. O deyir, üzr istəyirəm, xırda bir situasiya gəlib ağır fəsadlara gətirib çıxara bilər. Yəni, bugünkü gündə bəzən olurdu, bir qonşu o biri qonşunu ona vurmuş olduğu ziyana görə məhkəməyə verir və yaxud da adi hər hansı bir təhqirə görə polisə, prokurorluğa müraciət edir və baxırsınız ki, bunların ədavəti illərlə davam edir və sonuçda, üzr istəyirəm, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin olmayan maddələri onların bir-bir arasında tətbiq olunur. Amma Xətay müəllim, mən bir şey əlavə eləmək istəyirəm. Düz biz hər birimiz ekspertik və nümunəyi və insanları sülhə səsləyirik. Amma biz psixologiyada da görürük. Həmişə deyirəm, soyuducunun üz qabığını sizlər görürsünüz. Artıq o içini açırıq, oradakı ingrediyentləri, sanki insanın içində daxilində baş verən təlatümləri biz psixoloqlar görürük. Və biz bu situasiyalarda islah olunmayan insanlar da gördük. Yəni, çətin tipli insanlar da gördük. Yəni, reabilitasiyası mümkün olmayan, korreksiyası mümkün olmayan insanlar da gördük. Yəni, bu insanlarla artıq insan nə qədər üz-üzə gəlirsə, bir o qədər agresiya artır və məsələ daha da dərinləşir. Mənə gəlir, bu cür çətin situasiyalarda insanlar daha çox məhkəmə yolunu, məsələn, siz hüquqşünasları tutmalıdır ki, yəni siz onları doğru istiqamətə, doğru qərarlar verməkdə kömək eləyəsiniz. Nəinki, belə deyək də, özləri öz içlərində. Amma elə yüngül situasiyalarda, belə deyək də, insanların özləri öz daxillərində həll eləyə biləcəkləri situasiyalarda bir mənalı şəkildə özləri həll eləyə bilər. Yəni, məhkəməyə qədər çıxartmamaq olur. Amma ağır situasiyalar baş verirsə, artıq bizdə... Buyurun, buyurun. Mən bizdən böyüdür hər halda. O dönəmi sizin sualınıza görə dönəmi görüb. Mən tam səmimi deyəcəm. İstər Sovet dönəmində, istər də müasir həyatımızda mən qonşularımız həmişə bir-birinə, hörmətlə, bir-birinə Allah, inanın, səmimi deyirəm, çox necə rəftarımız, necə
olubdursa da tam bu günləri də o hörmət, o izzət bizdə qalıbdır. İnsan övladının qarşı tərəfə olan münasibəti öz-özünə olan münasibətidir. Əgər mən öz-özümə hörmət eləməyi bacarıramsa, mən ətrafdakı insanlara hörmət eləməyi bacaracağım. Bir gün Şeyx Şamildən soruşurlar ki, Əkbər müəllim, siz hər kəs sizə bu qədər hörmət eləyir, hər kəs sizə bu qədər dəyər verir, hər kəs sizə bu qədər önəmsiyir də. Nəyin müqabilində bu qədər önəmsiyir? Şeyx Şamil deyir, çünki mənə anam hörmət elədi, nə bilim, yoldaşım, ona baxdı uşaqlarım, qonşularım. Deyir, zaten biz bunu bilirik. Nəyin müqabilində bu insanlar bu qədər hörmət eləyir, onu çözə bilmirik. Şeyx Şamil gülümsəyir, deyir, çünki mən özümə hörmət eləməyi bacardım. İnsan öz-özünə hörmət eləyəndə, öz-özünə dəyər verəndə, o bəzən uşaqlaşa da bilir, bəzən ağbirçəyə də ola bilir, bəzən yəni orta yolu da tuta bilir. Yəni insanın burada vacib faktor ondan ibarətdir ki, insan o empatini qurmalıdır, özünü onun yerinə qoymağı bacarmalıdır. Məsə deməsi buyuruq. Mən də bayaqki sualınıza cavab olaraq, yəni özüm də o Sovet dönəmini görmüş insan kimi demək istəyirəm ki, amma doğrudan da dəyişiklik var. Yəni bir başqa dəyişiklik var. Yəni o dövrdə mən özüm uşaq idim. Çox mehriban idilər. Çox mehriban idilər. Yəni siz necə idi? Biz uşaq idik. Yəni, istənilən bir qonşu çıxıb balkondan deyəndə ki, məsəl üçün, ged mənim üçün bir çörək al, biz sevinə-sevinə onu eləyirdik və valideynlərimiz də bunu bizə öyrədirdi ki, yəni, böyük nəsə bir şey istəyəndə sizdən eləyin, ya zibilə atmaqdır, ya nəsə almaqdır. Amma indi valideynlər dəyişib. Valideynlər imkan vermirlər ki, yox, öz uşağını, kimsə onun uşağına nəsə desin, onu özlərinə götürmürlər, qəbul eləmirlər. Yəni, böyüklərimizin psixologiyası dəyişilib, belə deyək. Eyni zamanda bəzi vətəndaşlarımız var ki, bizə baxırlar, bizi seyr edirlər. Mən ola bilsin ki, onlar düşünür ki, Əkbər mənə bu sualı verəydi. Amma mən fikirləşirəm ki, bu sualı mən versəm, bəlkə bəzi vətəndaşlar, bizi seyr edən insanların ürəyincə olar. Ümumiyyətlə, kənd mühitində yaşayan qonşularla, şəhər mühitində yaşayan qonşular arasında fərq varmı? Mehribançılıq baxımından. Buyurun, tam səmimi. Buyurun, Xətay müəllim. Mən valla elə demək olar, hər iki mühitdə yaşayıram indi hal-hazırda. Yəni, bilirsiniz... Tamamilə fərqli olur. Şəhər mühitində yaşayan qonşular insanlar mütəmadi üzləşmirlər. Mən şəxsən, mən Əkbər 8-ci mərtəbədə olam. Mən 6 aydan, 7 aydan bir üzbəz qonşumu görürəm, çox səmimi görüşürəm. 6-7 ay. Amma kətdə yaşamış olsaydım, mən hər gün onu görərdim. Yəni, fərq olmalıdır. Üzr istəyirəm, yəni mənim o, həyat evində yaşadığım yerdə əhatəmizdə olan insanlar çoxu kənd həyatında yaşayıb, yəni ora köçmüş insanlardır. Kənd tipli yəni kənd tipli bir yerdə yaşayır. Demək olar ki, yəni fərqlər çoxdur. Çünki bilirsiniz, oradakı insanlar adi evində bir çörək bişirəndə belə qonşusuna ən azından təklif edir. Və düşüncələri kənd mühitində yaşayan insanların, şəhər mühitində yaşayan insanlara nisbətdə, yəni cəmiyyətə baxışları, qarşısındakı insanlarla rəftarlar daha saf olur, daha dolğun olur. Hansı şirin olur? Kənd qonşular mehriban olur, yoxsa şəhər qonşular mehriban olur? Mən deyərdim, tam səmimi cavab verəcəm. Yəni, bu günləri müasir dövrdə, yəni biz səhər çıxıb axşam gəlirik, mən qonşularımı bayaq sizin dediyiniz kimi həftədə bir dəfə, 2 dəfə ya görərəm, ya üzbəüz gələrəm, ya gəlmərəm. Şəxsən, mən öz payımdan deyirəm, mənim çox dəyərli qonşularım var. Mən and olsun Allaha, mən onları 6 aydan beri, 7 aydan, illərlə görmürəm. Amma biz görüşürük, çox səmimi görüşürük. Amma mən kənddə yaşamış olsaydım, mən hər gün onu görərdim. Üzr istəyirəm, yəni Sumqayıt şəhərində yaşayıram mənim, yəni bir bina evim Sumqayıt şəhərindədir. Valla buradakı insanlar da çox həddindən artıq, yəni münasibətlərimiz yaxşıdır, əstəğfurullah. Mən siz sadəcə o kənd mühiti nöqteyi nəzərindən götürəndə, yəni bu reallığımızdır da. Münsiyyət məsələsi var. Məsələn, insanlar var ki, səhərçi və axşam gəlişi, 6 bazarda mən şəxsi işlərlə məşğul olum. Münsiyyət məsələsi var. Amma məsəl üçün biz bu yaxında bölgələrimizdən birinə getdik, Şamaxı bölgəsinə getdik. Bakıdan qonaq gəlib deyərəkdən, ora qonşular, o bizdə hər əlində bir şey. Adama o qədər fərqli gəlir ki, yəni burada Bakıda məsəl üçün görmürük, təbii şəkildə görmürük. Mən elə sizə deyim ki, kənd mühiti ilə şəhər mühiti deyirsiniz. Adi Sumqayıt şəhəri ilə Bakı şəhərinin qonşuları arasında nə qədər fərq var? Siz demiş ki, yəni Sumqayıtda, binada yenə də insanlar bir-birinə qarşı mehriban olurlar, diqqətçili olurlar. Ancaq Bakıda artıq iş adamları çox olduğuna görə hamısı səhər tezdən çıxıb bir də gecə yarı. Yəni burada yəni çox fərq var. Zəngimiz var. Fatma xanım bizdən telefon əlaqəsi yapması. Buyurun, baş redaktorumuz Layla xanım əlaqə saxlayın zəhmət olmasa. Bugünkü mövzu belə bir mövzudur ki, hamının maraqlandığı bir mövzudur. Mən qanun və icra verilişinə təsadüfən rastlaşdım, baxıram. Burada qoyduğunuz mövzu çox gözəl bir mövzudur, çox xoşum gəldi.
Biz Ordubat rayonunun Unus kəndində yaşamışıq. O vaxt bizim valideynlərimiz bizə qonşu sözünü heç vaxt işlətməyiblər. Xala, bibi, əmi, o qədər mehribançılıq olub, o qədər yaxınlıq olub ki, biz qonşularımıza hər şeyimizə etibar eləmişik. Bizə lazım olan evimizə bir qonaq gələn də, bir hadisə baş verən də ən yaxın qonşumuz bizə yardım eləyir. Amma indi şəhər mühitində olan qonşular sadəcə salamlaşmaqla yetinirlər. Heç bir qonşunun dərdindən, sərindən xəbəri yoxdur. Halbuki biz kəsdə ən dərin sirlərimizi qonşumuzla paylaşardıq. Mən bu mövzuya münasibətimi çox yaxşı bildirirəm, çox xoşum gəldi. Belə mövzuların daha geniş şəkildə danışılmasın. Çox sağ olun Fatma xanım, təşəkkürümüzü bildiririk. Gördünüz, bəli, çox sağ olun, dəyərli fikirlərinizə görə sizə minnətdarımızı bildiririk. Amma bir şey qeyd edin ki, Fatma xanım da çox gözəl vurğuladı ki, yəni kənd mühitində olan insanlarla mehribançılıq, insanlara belə deyək ki, səmimi görüşmək, amma şəhər mühitində yaşayan insanlar var ki, mən üzr istəyirəm, 4-cü, 5-ci blokda olan insanları mən tanımıram. Mən onlar üzlə görüşəndə salamlaşırıq, yəni birbirimizi dərindən tanımadığımız üçün dərin də biz belə deyək, salamlıq genişləndirə bilmirik. Buyurun, Ülkən xanım, nəsə buyurdunuz? Mən yəni yenə də yaş dönəmi iləndir. Məsəl üçün, indi xanımımız da çox tərifləyir öz qonşularını. Bilinir ki, o özü qonşularını çox istəyir. Məsələn, mənim öz valideynlərim bina evində yaşayırlar, ancaq yaxın qonşuları ilə çox yaxındılar. Bir yerdə, məsəl üçün, yay fəslində biz rayona çıxıb gedirik, atam rayona çıxıb gedir. Həyətin bütün güllərini, öz gülləri var, qonşuya etibar eləyir. Açarınacan verir, evin açarına. Birdən biri işi olar, nəsə giyir, yoxla. Elə qonşular da var. Hansı ki, hər bir, yəni, mən özüm olur ki, qonşuma zəng eləyirəm ki, uşaq gələcək məktəbdən, onu qapını aç, içəri sal, yenə zəhmət olmasa, ya bir məsəl, nəsə bir kömək olar. Evin içində nəsə bir iş olanda, birinci qonşuya atılırıq biz. Bir xəta olanda bir qonşuya atılırıq. Cütlükdən söhbət gedir. Məsələn, qısqanc həyat yoldaşı olur. Həyata düşəndə də şəhər... Buyurun, müəllimə. O istisna hallardandır. Nəsə, müəllimə, buyurun. Əkbər müəllim, siz çox doğru buyurursunuz. Bəzən elə qısqancılıqlar da olur qonşuluqda. Mən həm kənd şəraitində, həm şəhər şəraitində qonşularla ünsiyyətim çoxdur, həmişə olubdur. Amma mənim yenə də deyirəm, deyərsiniz ki, qonşuları həmişə elə siz tərifləyirsiniz. Çox dəyərli qonşularım var mənim. Bakıdan bir zəngimiz var. Telefon bağlantımız var. Buyurun, zəhmət olması. Həsən ağa müəllim bizdən əlaqə saxlaması. Buyurun, Lala xanım, əlaqə saxlayın. Xeyr olsun. Alo. Buyurun, eşdirik. Alo. Buyurun, müəllim, eşdirik. Alo. Buyurun, eşdirik sizi. Həsən ağa mən biz eşdirik, buyurun. Çox gözəl, layiqli mövzu qoymuşsunuz. Bəs mən danışıram axı. Alo. Buyurun. Buyurun, eşdirik. Həsən ağa mənim yaşlı adamdır, ona görə biz onu eşdirik. Buyurun, buyurun. O qonşu məsələsinə. Alo. Bəli, buyurun. Biz ata-babalarımızdan eşitmişik, deyirlər, qohumun kimdir, deyir, yaxın qonşu. Qonşu qonşunun aman evidir, qardaşıdır, bacısıdır, sir yeridir. Nətər qonşu qonşuya nətər xain baxa bilər? Aydın, çox sağ olun. Dəyərli, zənginizə görə çox minnətdarımızı bildirir, fikrinizə görə minnətdarımızı bildirir. Buyurun. Sonra çox maraqlı bir məqam yadıma düşdü. Bir deyim var, Azərbaycan filmində də Fəryada deyir, axı biz Qafqazlıyıq. Yəni, bilirsiniz, Avropada, mən Avropanın bir çox ölkələrində olmuşam. Yəni, doğrudan da hər nə cür olursa olsun, Azərbaycan dövlətində, Azərbaycan cəmiyyətində olan qonşuluq nə qədər soyuq da olsa, o tip ölkələrə nəzərən çox pik nöqtədədir. Yəni, ən azından salam verib keçə bilirik. Yəni, çox maraqlı bir məqamdır. Ən azından salam veririk, ən azından tanıyırıq ki, bu bizim qonşudur və ən azından haradasa rastlaşanda, üzr istəyirəm, onu əzmirik, nələrsə gözləyirik. Ən azından bugünkü dövrümüzdə böyük-kiçik münasibətləri qismən də olsa qalıb, amma təəssüf ki, Avropa ilə biz müqayisə olunma səviyyəsinə qalanda biz çox yüksəkdəyik bu tip mədəniyyətimizə görə, bu tip münasibətlərimizə görə. Yəni, müəllim bildirdiyi sözə görə yadıma düşdü. Mən Avropada biz təhsil aldım universitetdə. Yəni,
bizim üçün düşmən olan ölkənin müəllimi, yəni orada alim idi, akademik idi. O nəsə öz dövlətini təriflədi. Təbii ki, məndə bizdə Gürcüstan Respublikasından, Azərbaycan və dünyanın saysız ölkələrindən gənc hüquqşünaslar idi və danışanda orada mən çox qürur duydum ki, o insan Azərbaycan filminə baxıb və erməni əsilli Artur Aravyan, yəni orada belə bir söz işlətdi. Müəllim bildirəndə ki, belə deyək də, Qafqaz xalqlarından danışdı və Avropa mədəniyyətindən danışdı və Avropa mədəniyyətini çox pik nöqtədə danışdı ki, sanki oğlan dala qayıtdı, bildirdi ki, müəllimə, o yadınıza düşürmü, Azərbaycanın belə bir filmi var, Fəryad filmi, orada deyir, axı biz Qafqazlıyıq. Yəni, axı biz Qafqazlıyıq sözünün altında SSR dövrünün, yəni insanları daha gözəl bilir ki, nələr gizlənir, yəni böyük bir ideologiyadır və təbii ki, orada ən azından elə qonşuluq mədəniyyəti də və böyük-kiçik mədəniyyətin özü də bir təzahürünü bildirir və bugünkü gündə də hesab edirəm, yəni bizdə qonşuluq mədəniyyəti ən azından düzdür, lap belə super hədd olmasa da var və bugünkü gündə Ümumiyyətlə, kənd mühitində qonşular arasında münasibət tamamilə fərqlidir. Biz də kəndlə bağlı bir insanıq. Məsələn, mən xatırlayıram, bizim analarımız, nələrimiz yuxa yayanda, çörək pişirəndə ilk öncə qonşulara paylayardı. Bugün o ənənə varmı? Mən özüm, məsəl üçün, kəndlə əlaqəmiz var, yayda 3 ayı orada oluruq. Deyərdim ki, o cür deyil. Deyərdim ki, o cür deyil. Əvvəl, məsəl üçün, bir gün təyin olunurdu ki, təndir yapacaqlar o günü. Bir neçə qonşu, bəlkə bir 10 qonşu həmən saatda, həmən vaxtda gəlirdilər, yığışırlar, bir yerdə təndir yapırdılar. İndi bir balaca, daha çox şəhərlə ayaqlaşırlar, daha çox belə, yəni o dərəcədə deyil, deyərdim. Amma yenə də, yəni, şəhər kimi də deyil. Bilirsiniz, biz Bakıda böyümüşük, Bakıda belə deyək, mən o qədər də mehriban belə bölgələrdə kim qonşuluq görməmişəm. Çünki ən azından bütün günü dərs, iş, yəni yalan deməyəcəm, yəni qonşulara getdi, iş, gəliş, biz tərəflərdə o qədər də olmuyor. Bakı kəndində yaşamışıq, biz bəlkə də ondan asılıdır. İstəyəm, tam səmimi cavab verəsiniz. Ümumiyyətlə, bizi dinləyən ekspertlərimizin deyəcəyi sözlər tövsü xarakterə daşıyır. Yəni, insanların və cəmiyyətimizin maarifləndirilməsi üçün biz bu mövzuya qayıtmışıq. Qonşularla bağlı belə deyək ki, qonşudan arxaya qalma prinsipi, qonşum bunu geyinmişdi, mən bunu geyinim, qonşum falan maşını aldı, mən falan maşını aldım, qonşumun bağ evi var, biz də bunun cəhd eləyək, insan ömrü yetmir. Buna xahiş edim, sənə cavab verəsiniz. Buyurun, Xətəm müəllim. Bizim onsuz da cəmiyyətin ideologiyasıdır da. Yəni ki, qonşumda, üzr istəyirəm, biz bilirsiniz, bəzən insanlarımız o qədər cılız düşünür ki, hesablayır valideyn öz övladını, üzr istəyirəm, döyür, bəzən alçaldır ki, mən sənə filan şeyləri elədim, amma o filan şey eləmədi, onun övladı filan balla universitetə qəbul oldu və filan şeyi. Ən böyük travmanı uşaqlara oradan verirlər. Yəni, bilirsiniz, insan həyatda bir dəfə yaşayır və onu da özü üçün yaşasa yaxşıdır və öz məqsədləri və sağlam məqsədlərdən gedir söhbət təbii ki. Yoxsa, üzr istəyirəm, gedib, təbii ki, mənfi təsirlər, mənfi məqsədlər cəmiyyəti də korlayacaqdır. Bugün, üzr istəyirəm, bizlər üçün, məsələn, mən də şagird olmuşam, tələbə dövrüm olub və mən hər zaman bir söz işlədirəm. Əgər mən bugün cəmiyyətdə müəyyən bir pilləni tutmuşamsa, müəyyən bir yerə gəlib çıxmışamsa, hər bir zaman valideynlərimdən ötəsi mən öz müəllimlərimə minnətdarlığımı bildirmişəm. Yəni, çünki bu nöqtəyə gəlib çıxmağımda, bu yerə nail olmağımda onların əməyi əvəzsiz olubdur. Amma sonuçta, əgər qonşu ilə müqayisədə, üzr istəyirəm, onlar nəyin müqayisəsini götürür? Bu müqayisə sonuçta gəlib, axı, mənfi fəsadlara da gətirib çıxara bilər. Bugün cəmiyyətimizdə gəlin bu amillərə fikir verək. Bir insan digər qonşusuna paxıllıq eləyir, övladına, onun övladını örnək götürür. O uşaq gedir, baxır çarəsizliyindən, onu tapa bilməyəndə, evə gətirə bilməyəndə, məsuliyyət gedir, oğurluq eləyir, dələduzluq eləyir. Yəni, bunun fəsadları daha da ağır olur. Əslində, Xətay müəllimin sözünə qüvvət bir şey demək istəyirəm. Məsəl üçün, biz qonşunun hansısa bir imitasiya olaraq görüntüsündə nəyisə görürüksə, tutaq ki, onun evladı getdi, yüksək balla universitetə girdi, mənim evladım, belə deyək də, az bal yığdı, geridə qaldı, deyərəkdən biz onun görüntünü gördük. Amma daxilinə baxanda, bəlkə də mənim ailə dəyərlərimdə, sərvət dəyərlərimdə, münasibətlərimdə elə gözəl etalon fərqlər var ki, yəni bu həqiqətən də kiməsə örnək olmalıdır. Ona görə pis
Pis insan dünyaya gəlmir. İnsan dünyaya insan olaraq gəlir və biz insanlara insan olaraq yanaşmağı bacarmalıyıq ki, yəni başqasında bu varsa, məndə də var olmalıdır deyiləcək bir tendensiya yoxdur. Sadəcə olaraq, belə deyək də, müəyyən insanın öz ambisiyaları olmalıdır. Uşağı yetişdirərkən, insana məsləhət bilərkən də, yəni o istiqaməti yönətməli ki, insanın özünün ambisiyaları olmalıdır həyatda. Ümumiyyətlə, buyurun. Mesela bir şey də var ki, bizim uşaqlıqda bir müəlliməmiz vardı. Hər zaman deyirdi ki, baxın bir-birinizə yaxşı şeylərdə paxıllıq eləyin. O da var, yəni rəqabət aparmaq, yaxşı bir rəqabət, yəni ağ rəqabət deyirlər. Rusların belə bir sözü var, belizavis, ağ rəqabət aparmaq, o yaxşı bir şeydir. Amma ki, əlbəttə, hər bir şeydə yox. Yəni, uşağı əsasən də kimlərlənsə, müqayisə eləmək, o tamamilə yol verilməz. Uşağın psixologiyasına çox istərsin. Bizi dinləyən, seyr edən tamaşaçılarımız ola bilsin, kimsə bunu düşünür. Amma mən bu sualı verməyə məcburam. Qonşudan evlənmək, qonşuya ərə getmək, yaxın. Necə də onu dəyərləndirirsiniz? Yox, xanım nümunədir, xoşbaxtdır. Amma sadəcə sabahsın bunun fəsadları da olanda bəzi qonşu gündə görüşmək, eləmək. Ümumiyyətlə, müəllim, necə qəbul edirsiniz? Mən həmişə öz evlatlarıma çox üzr istəyirəm. Məsləhət görmüşəm ki, qonşumda yaxşı qızlar var, təhsilli, tərbiyəli bir ailənin qızlarıdır. Düzdür, bunlar olmayıbdır. Amma o qonşunun bir-birinə məsləhətini barədə belə bir, yenə üzr istəyirəm, öz evladım xarici ölkədə təhsil alıbdır, yüksək balla və bugün də yaxşı bir vəzifədə çalışır. Həmişə mənim qonşularım, özüm də eşidirəm, başqa qonşular da mənə çatdırır ki, uşaqlara deyirik, oxuyun, filan kəsin uşağı kimi, xarici ölkədə təhsil alın, nümunə kimi gələndə də gözəl bir yerə dövlətimiz işə qoyur, necə lazımsa da təhsilini davam elətdirir, işini görür və siz də çalışın, onu oxşuyun. Ülker müəllimə, necə fikirləşsin? Çox sağ olun, necə fikirləşsin? Ümumiyyətlə... Ailə həyatına gələndə, biz siz necədir, biraz individual fikirlərdir. Çünki təcrübədə biz olub, qonşular olub, qız veriblər, sonra pozuluşurlar. Göz dağıdır, bunu uşaq orada, bunu uşağı burada. Necə ki, yaxın qohumlar... Necə ki, yaxın qohumlar bir-birinə əlaqə quranda, sabaları nəsə bir şey alınmayanda, bütün qohumluq əlaqələri dağılır. Elə də yaxın qonşunun məgər ki, əlaqə quranda, yəni sabaları hansısa biri oradan ya köçüb gedməli olacaq, ya uzaqlaşmalı olacaq ki, yəni bir-biri ilə konflikt yaşamasınlar. Könül müəllimə deyir, mən qonşuya da getmişəm. Nümunədir. Yaxşısı bu suala mən cavab verim. Yox, onun qalsa biz qohumla da ailə həyatı quranda yox, yaxın qonşudan gedir söhbət, uzaq qohum ola bilər. Yox, pis qonşuda da çıxa bilər, uzaq insanda da çıxa bilər, qonşuda... Yəni, yetər ki, insan ailə həyatı qurarkən burada bir yanaşma var, psixoloji maskalardan istifadə etməsinlər. Özlərinin müsbət tərəflərini, özlərini olduğu kimi real mənlərini ortaya qoymağı bacarsınlar. İnsan əgər real mənini ortaya qoyursa, insan əgər kim olduğunu, qoyduğu qadağaları, hansı etaplarda nələri xoşladığını, hansı etapda nələri sevmədiyini real şəkildə insanın qarşısına qoyursa və qarşıdakı insan da onları... Sizə qadağa qoysa, anan da keçmə, sən onu necə deyəsənmi? Yox, təbii ki, deyəcəm. Çünki, yox, siz niyə ilə yanaşırsınız? Başınız gizlin yollar axarsınız. Biz də, yox, qətiyyən siz, mən o yanaşmayla, gizlin yanaşmayla mən ümumiyyətlə qəbul etmirəm. Bugünləri siz inanın, bizim Xətayın və mənim icraatımda yüzdən işləri var ki, həyat yoldaş tərəfindən xanımına qadağalar qoyulur. Tamam, qadağa qoyulursa, saxlamaq üçün yollar axtarır. Birinci, qadağa qoyursa həyat yoldaşı, əgər bu şuurlu insandır, qadağa qoyursa, deməli burada bir səbəb var. O səbəbi araşdırmaq lazımdır, mənlə gəl Gültəkin xanım. Və o səbəbin ortaya bəlkə elə bir argument qoyulacaq ki, ana həqiqətən ailəyə müdaxilə eləyir və oğlan tərəf istəmir ailənin dağılmağını. Yəni, səbəbi araşdırmaq lazımdır. Mən o düşüncə, o fikrə böyük, çox böyük bir sual qoyaraq cavabı da sonra normal deyə bilərəm. Sadəcə olaraq, bax, hörmətli ekspertimiz gözəl bir cavab bildirdi ki, əgər bu kimi faktorlar olarsa qadağalar zamanı onu aydınlaşdırmaq lazımdır. O aydınlaşdırmanı psixoloqlar eləməlidir. Bugün bizim cəmiyyətdə psixoloqa müraciət edən ailələrimizin sayına baxsaq, mən deyərdim 1-2% göstəricidir.
10 il bundan öncəyə baxanda bugün daha çoxdur psixoloqa müraciət. Nə qədər də çox olsa, yəni bugünkü gündə bilirsiniz boşanmalarımız üzr istəmir rekord həddə gəlib çatır il ərzində. Hətta mən buraya yerində desək ki, filankəsin xanımı, filankəsin bacısı psixoloq yanına gedir. Bəli. El arasında elə yəqin baş xarab. Baş xarabdır. Yəni o yazılı insanlar yanaşma təcrübəlidir. Yəni başa düşür, söhbət ondan gedir. Əgər bizdə mən təbii ki, o dediyiniz faktorlar olmuş olsaydı və cəmiyyətimiz bu kimi faktorlara çox müsbət istiqamətdə qarşılayıb belə bir problemlərdə normal olaraq psixoloqun yanına gedib bunu da normal qəbul eləmiş olsaydı, bugün dağılmalı olan ailələrimiz 60-70% dağılmaya bilərdi. Ona görə də biz psixoloqlar hər zaman belə deyək də məsləhət bilirik ki, məhkəmələrdə mütləq şəraitdə psixoloq ştatları olmalıdır ki, boşanmağa gələn cütlüklər, hər hansı bir məhkəmə çəkişməsi ilə gələn insanlar ilk növbədə psixoloqlarla görüşsünlər. Ola bilər ki, insan həyatının hansısa bir hissəsində, hansısa bir məqamında o düyünləri aça bilmir. Amma ikinci bir insanın onların həyatına müdaxilə ilə o düyünlər açıla bilər. Aydındır. Çox sağ olun. Hər birinizə Fərdə Qədir öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Dəyərli vaxtınızı ayırıb bizə qoşulduğunuz üçün, eyni zamanda qonşuluq və qonşuluq hüququ ilə bağlı fikir mübadiləsi apardığınız üçün sizə minnətdarlığımızı bildirirəm. Bizə ayrılan vaxt sona yetmək üzrədir. Mən ilk öncə qanun və icra verişi olaraq vətəndaşlarımızın həmişə yanında olduğumuzu vurğulamışıq. Qanun qüvvəsinə almış məhkəmə qətnamələrinin icrası ilə bağlı, icra mərhələsində yaşanan problemlərlə bağlı bizə daxil ərizə və şikayətlər özümüz tərəfimizdən araşdırılır. Eyni zamanda dəyərli ekspertlərimizi dəvət edilir, fikir mübadiləsi aparır. Tamaşaçılar, biz bugün cəmiyyətdə yaşayırıq və bizim özümüzdən asılı olmayaraq bəzən qonşularımızı özümüz seçmirik. Biz hesab edirik ki, qonşular bir-birinə qarşı münasibətdə tamamilə sivil yanaşmalıdır. Eyni zamanda qonşular arasında olan bu və ya digər formada çəkişmələr, məhkəməyə dək olan münasibətlər tənzimlənməlidir. Hər bir şey hüquq mühafizə orqanları səviyyəsində yox, eyni zamanda məhkəmə ilə yox, qonşular öz arasında həllisə daha yaxşıdır. Qonşuluğunuzu qoruyun, saxlayın. Qonşu həqiqətən də yaxşı olsa, insanların inkişafına, tərbiyə almasına, övladlarına təsir edir və bütün münasibətlər yaxşı formada olar. Qanun və icra verişi olaraq bizə ayrılan vaxt sona çatdı. Sağ olun, gələn görüşlərə qədər. Minnətdarıq. Qanun və icra.